müəllimin etik davranış qaydaları hər müəssisə üçün eynidirmi? Bəli. Yəni şərtdir, mütləq. Etik davranış qaydaları həm yəni Emin geyimdə də Əmrullayev tərəfindən etik davranış qaydalarının bəzi dəyişikliklər olub, neçənci ildə? 2024 ildə. Sənin də, hə, 2024-cü ildə. Hansı etik davranış qaydalarınız var? Hansı etik davranış qaydalarımız var? Loyallıq, qanunsuzluq, loyallıq, ondan sonra qərəzsizlik, ictimai etimad, sonra davranış, nəzakətli davranış, bədən davranış daha doğrusu. Bədən davranış. Tamam. Sən mənə loyallıq haqqında qısaca bir məlumat ver. Loyallıq, yəni müəllim qarışmamalıdır. Özünə əgər özü üçün vacib olmadıqda, öz işini əhatə eləmədikdə, müəssisə tərəfindən hər hansı bir çıxışlar olarsa və müəssisə tərəfindən digər şəxslər müəssisənin adına xələl gətirəcək bir sözlərdən istifadə edərsə, müəllim əgər bacardığı qədər, əgər qanun pozuntusu yoxdursa, orada iştirak eləməməlidir, çıxışlarda iştirak eləməməlidir. Bir də sosial şəbəkələrdə müəssisənin rəhbərinə və yaxud digər müəssisə işçilərinə eləməməlidir. Qanunsuz surətdə, yəni tənqid etməməlidir. Və xələl gətirən söz hardaydı? Loyallıqdaydı. Mədəni davranış necə olmalıdır? Mədəni davranış müəllim nəzakətli olmalıdır, davranış qaydalarına riayət etməlidir, gigiyena qaydalarına riayət etməlidir. Bir də ki, hər cür tənqidə, fikirlərə açıq olmalıdır. Ay sağ ol. Geyim hansındaydı? Geyim mədəni davranış. Mədəni davranışdaydı, düzdür. İctimai etimad nə? İctimai etimad xəbər vermək. Yəni digər yerlərə, məsələn, xəbər kanalları olsun və yaxud da ki, bir digər müəssisələr olsun. O da var. Özünün, yəni öz müəssisəsinin gizliliyini başqalarına xəbər verməməlidir. Necə? Öz müəssisəsində olan bir şeyləri başqalarına xəbər verməməlidir, yəni başqa müəssisəyə çatdırmamalıdır. Müəssisənin rəhbərinin gizliliyi aid idi. Yox, olmadı. İctimai etimadda şərəf və ləyaqətin qorunmalıdır. Şərəf və ləyaqət sözü bax. Müəllim şərəf və ləyaqət. Bu da əlməməlidir. Yəni, hər hansı bir xəbərlərə, ümumiyyətlə çəkiliş falan olur da, hər hansı bir müəssisədə, misal üçün, onların qanun çərçivəsində məlumat verməlidir, müsahibə verməlidir. Bu, haradaydı? İctimai etimaddaydı. Ay sağ ol. Sonra, qərəzsizlik nə idi? Dilindən, cinsindən, irqindən fərqli olmayaraq, müəllim hamıya eyni yanaşmalıdır. Tamam. Qərəzsizlik bu da var idi. Bir də əlavə bir cümləmiz var idi qərəzsizlikdə. Onun vəzifə funksiyasını icra edərkən, digər şəxslərin onun vəzifəsi funksiyasına müdaxilə etməsinə dinləməməlidir, yol verməməlidir. Misal üçün, mən müəlliməm, hər hansı bir funksiyanı yerinə yetirəm, yəni qanunsuz şəkildə yol verməməlidir. Qanun çərçivəsində təbii ki, olar da, yəni öz yerində. Bir də, qanunçuluq nədir o deyək? Qanunçuluq Azərbaycan Respublikasının Konstitusiyasına qəbul olunmuş qanunlara, hüquq aktlara, normativlərə riayət etməlidir. Tamam. Bir də müəllim hər hansı bir problem gördükdə, yəni hər hansı bir qanunsuz hərəkət gördükdə, müəssisə rəhbərinin məktub vasitəsilə yazılı formada müraciət edə bilir. Tamam.